Salam dostlar, kanalıma hoş geldiniz. Bugün sizle Asphalt 8 oynayacağız. Ve indi oyun başlayır. Bugün bende olan en güçlü maşın Devil 6'nin Prototype 2013 modelidir ve oyunla başlayacağız. Burada December 21 modeli var. İnşallah gələcək səfərlərdə onu alırıq. Sizden soracağım, sizce de Yıkan Hypersport yoksa Bugatti Veyron 16'da Grand Sport vitesli alaq? Oyun başlayır. Bugün bir tane oyun koyacağım. Bu da ki yılbaşı. At yılbaşı birinci bölüm oyunu olacak. Evet, Devil 6'dan geçeceğim ama ikinci oyundaki Guantfi ile devam ediyoruz. Şimdi Devil 6'dan Tokyo'da yarışa başladık. Oyun biraz atmağı ləngidiyinə görə ola bilər 2 dəqiqə video çəkilsin, amma oyun başlayır və inşallah birinci olarıq. Başladı. Ford GT 2017 modeli. Bizim maşımız 460 kilometre versin. Hələ ana axırıncı yerdə gedərək işdən nitron aldı və yardıra gedək. Salam dostlar. Mənim adım Çarxandır, yəni. Mən 16 abunəm var. Əgər takibə baxanda mənim kanalıma da baxabilirsiniz. Çox gözəl videolar çəkir, oyun videoları, Brawl Stars, sonra Minecraft, Pesman. Bəli. Özü də kanalın adı Böyük Sultan. Böyük harflə Yusuf. Böyük harflə də Zeynep. Amma Yusuf, Sultan Yusuf Zeynep. Abunə olmayı unutmayın. Zəhmət olmasa dostumun da kanalına abunə olun. Və indi isə yardıra gedərək və birinci yerdəyik, 460 kilometrlə vuracaq. Və qızıl atı tutduq qızıl at videosunda. Yəni qızıl at videosu deyəndə ki, oyunda qızıl at. Mən sizinlə gələn dəfə istəsəz Real Race 3 aidli videolar çəkərəm və NASCAR oyunu var məndə maraqlı. Orada yeni maşın almağa çalışıram. Abunə olursanız və like bir atsanız mən onun haqqında da videolar çəkərəm. Və 470 kilometre ilə və birinci. Devil 6 Prototype, Ford GT 2017, Savage Rival GTR, Ford GT 2017, McLaren P1, Iconneville Conway 12 Hybrid, değişdi yerler. Lamborghini Veneno, Renault Concept S, Pagani Zonda Ardaki sonuncu gələndi. İnşallah birinci olduq. Gələn videolarda da Guantfi ilə çəkəcəm. Altın sikke kazandık 8'de de kızıl at. Dostlar.